Rusiyadan Ermənistana göndərilən gübrə və antrasit yüklərini daşıyan qatar Azərbaycandan tranzit keçərək yola salınıb. Belə ki, 12 vaqondan ibarət ümumi çəkisi 828 ton olan gübrə və 6 vaqondan ibarət çəkisi 414 ton təşkil edən antrasit daş kömür yükləri saat 11:30-da Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar GSZ-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Yük qatarı Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana daşınmanı həyata keçirir. Qeyd edək ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı kimi regionda tranzit yük daşımalarının fasiləsiz və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edir. Ölkənin dəmir yolu infrastrukturu vasitəsilə müxtəlif istiqamətlər üzrə yüklərin daşınması regional ticarət və logistika əlaqələrinin inkişafına töhfə verir.